Sentyabrın 27-sində Ağcabədi rayonunda 27 sentyabr Anım gününün 5-ci il dönümü münasibətilə ümumrayon anım tədbiri keçirilib. Öncə Ağcabədi rayon icra hakimiyyətinin başçısı Rafil Hüseynov, Yeni Azərbaycan Partiyası Ağcabədi rayon təşkilatı, hüquq mühafizə orqanları, şəhid ailələri, hərbi hissə komandirləri Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət ediblər, önünə çiçəklər düzüblər. Ağcabədi Qəhrəmanlar Parkında başlanan mərasimdə rayon rəhbərliyi, habelə idarə, müəssisə təşkilatlarının rəhbərləri və kollektivləri, rayon ictimaiyyəti, en saylı hərbi hissənin əsgər və zabit heyətləri iştirak ediblər. Ağcabədi şəhər Cümə məscidinin imamı Röya Balayev şəhidlərin ruhuna dualar oxuyub. Saat 12:00-da Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin sərəncamına əsasən ölkə üzrə vətən şəhidlərinin xatirəsi Ağcabədidə də bir dəqiqəlik sükutla yad olunub. Değerli həmvətənlər, Respublika üzrə vətən şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunur. Torpaqlarımızın azadlığı uğrunda canından keçmiş bütün şəhidlərimizə Allah rəhmət eləsin. Mərasim iştirakçıları bu müqəddəs məkanda uyuyan vətən qəhrəmanlarının məzarlarını ziyarət edərək məzarların üzərinə çiçəklər düzüblər. Anım günü mərasimi Kral Şadlıq Sarayında ehsan süfrəsi ilə davam edib. İlk olaraq Anım gününə həsr olunmuş film nümayiş olunub. Tədbirin moderatoru, Ağcabədi rayon icra hakimiyyəti başçısı aparatının ictimai siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Ceyhun Mamedov tədbiri açıq elan etdikdən sonra ümumilli lider Heydər Əliyevin, eləcə də Xalq savaşında canından keçən, ölümün gözlərinə dik baxan vətən şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. Çıxış edən Ağcabədi rayon icra hakimiyyətinin başçısı Rafil Hüseynov qeyd edib ki, 2020-ci ilin 27 sentyabrında düşmənin növbəti təxribatının qarşısını almaq məqsədi ilə Ali Baş Komandan İlham Əliyevin əmri ilə Azərbaycan ordusu bütün cəbhə boyu əks hücuma keçərək hərbi əməliyyatlara başladı. Cəmi 44 gün davam edən Vətən müharibəsi adlanan haqq savaşımızda şanlı ordumuz Ermənistan ordusunu yerlə yeksan etdi. Döyüş meydanında işğalçıya heç bir aman vermədi. Nəticədə Azərbaycan dünya tarixinə düşəcək möhtəşəm zəfər qazandı. Amma bu zəfərimiz itkisiz, qanqadasız da ötmədi. Şir biləkli, şir ürəkli oğullarımız torpaq sevgisinə, bayraq sevdasına qurban getdilər. Xalq olaraq şəhidlər verdik. Bugün məhz həmin gündür. Həm ağrılı, həm də qürurlu, bütün dünyanın qarşısında başımızı dik, alnımızı açıq edən gün, 27 sentyabr günü. Digər çıxış edənlər, Yeni Baxış İctimai Nəzarət Təşkilatı İctimai Birliyinin Ağcabədi rayon şöbəsinin sədri Sevinç Quliyeva, şəhid Şirnalı Talıbovun atası Aqil Talıbov, şəhid Hafiz Həziyevin anası Təranə Həziyeva, qalib əsgərlərimizin Dədəbaba Qarabağ torpaqlarında həyata keçirdiyi misilsiz hərbi əməliyyatlardan, 30 il düşmən caynağında olan müqəddəs torpaqlarımızın düşməndən azad edilməsindən qürurla danışıblar. Vurğulanıb ki, bütün bunlar Prezident İlham Əliyevin əzmi və polad iradəsi, şəhidlərimizin qanı, qazilərimizin sağlamlığının itirməsi bahasına, döyüşçülərimizin yüksək döyüş peşəkarlığının sayəsində əldə edildi. Bugün Azərbaycan güclüdür və tam azaddır. Dünya ölkələrinə əsl nümunə, əsl örnəkdir Azərbaycan. Daha sonra şəhid övladları və məktəblilər şeirlər səsləndiriblər. Şəhid Şirnalı Talıbovun qardaşı İsmət Talıbov dualar oxuyub. Vətən qəhrəmanlarının xatirəsinə ehsan süfrəsi açılıb. Uca Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə sağlamlıq, vətənimiz Azərbaycana əminamanlıq, xoş firavan müharibəsiz illər arzulayırıq. Gündüz sevindik Kənan İsayev, Aran Ağcabədi internet televiziyası üçün.